Balaxanada Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin hasarlanması etiraza səbəb olub. Bu etirazın sonu hasarın dağıdılması ilə bitib. Ərazidə şəhidlərin qohum və yaxınları ilə mühafizə xidmətinin əməkdaşları arasında qarşıdurma da yaşanıb. İcra nümayəndəliyi isə narahatlığa əsas görmür. Hadisələrin gedişatını əməkdaşımız Nurlan Rafiqoğlu izləyib. Odur ki, biz də süjet izləyək. Gördüyünüz bu hasar sökülmə əməliyyatı Balaxanı qəsəbəsində həyata keçirilirdi. Buna isə səbəb Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin rayon icra nümayəndəliyi tərəfindən sökülməsi qərarının verilməsidir. Bunu şəhidlərin qohumları deyir. Sabunçu rayonu Balaxanı qəsəbəsi Səfəvilər küçəsində yerləşən bu parkın içərisindəki abidə şəhid qohumları və yaxınları tərəfindən 1991-ci ildə salınıb. Onların sözlərinə görə indi qəsəbə nümayəndəliyi həmin yeri torpaq sahəsi kimi satılığa çıxarıb. Üstəlik bu azmış kimi abidənin arxa hissəsində kafe tikiləcək. Məhz buna görə də sözgedən parkı daş hasarla əhatəyə alıblar. Bundan başqa müsahiblərin deyib ki, abidənin arxasında sanqovşaq tikilib. Bu da şəhidlərə olan hörmətsizlikdir. Ancaq sonradan həmin sanqovşaq söktürülüb. Balaxanı qəsəbəsində yaşamış 22 Qarabağ şəhidinin xatirəsinə ucaldılmış bu abidə həm də onların ziyarətgah yeridir. İndi buranın sökülməsi şəhidlərin yaxınlarının hiddətinə səbəb olub. İndi gəliblər heç kimə demədən götürüb buranı alıblar həkara, orada kafe eləyirlər, burada dağıdırlar. Deyirlər ki, bağın içində bir dənə düzəldirik, ora köpürdürük. Niyə bağın içində? Mən bir ana kimi öz balamın qəbrini gəlib burada ziyarət eləyirəm. Mən razı deyirəm, buranı kimsə götürsün. Cəmaət istirahətə gəlir oraya. Şəhidlərin öz yeri olmalı. Şəhidlərin yeri burudur. Allah can sağlığı versin qardaşın sayəsində bura əmələ gəlib ziyarət edirik buranı. Nəyə görə? Mənim də qardaşımın qəbri yoxdur. Bir dənə güman yerimiz burada, gəlirik burada yad edirik. Bunu da bizə çox görürlər. Çəkiliş vaxtı etiraz edən şəhid ailələri ilə ərazidə fəaliyyət göstərən mühafizə xidmətinin əməkdaşları arasında mübahisə yaşandı. Şəhid olanların ailələri, bacıları, qardaşları, ataları. Asayişi bərpa etmək üçün Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edildi. Deyilənlərin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün üz tutduq adı çəkilən Sabunçu rayon icra hakimiyyətinin Balaxanı qəsəbə nümayəndəliyinə. İcra nümayəndəsi Fərhad Qurbanov təsdiq etdi ki, sözgedən abidə söküləcək. Amma həmin yerə yaxın parkın içərisində mərmərdən Qarabağ şəhidlərinin xatirəsinə yeni abidə ucaldılacaq. Üstəlik indi abidənin yerləşdiyi ərazi də parkın sahəsinə aid ediləcək. Gəlib baxanda adam utanırdı. Şəhidlər kompleksi indiki hazırki o bizim şəhidlərin ruhunu layiq deyirdi. Ona görə məsləhət gördü, kompleks yenidən tikilsin. Hal-hazırda kompleks tikilib, bu yaxınlarda tamamlanma işləri gələcək orada. Yəni o kompleks tikilib qutarandan sonra köhnə əlbəttə ki, ləğv olunacaq. Bundan başqa qurum nümayəndəsi onu da bildirdi ki, şəhidlərin xatirəsinə ucaldılmış abidənin arxasında sanqovşaq deyil, gözətçi otağı mövcud olub. Odur ki, şəhid ailələrinin narahat olmağına əsas yoxdur. Artıq abidədə son tamamlanma işləri gedir. Bir həftə sonra yeni park hazır olacaq. Məhz bu parkda da Qarabağ uğrunda canından keçmiş şəhidlərimizin ruhu əbədiləşdiriləcək.